Salam aleyküm hər birinizə. Mənə çox vaxt suallar verirlər ki, evin işlərini kim görür? Bu da mənim gördüyüm işlər, hansı ki, tək mətbəximdə. Düz mətbəxə girəndə mətbəx köçürdü demək olar ki. Amma hər bir xanım kimi mən də mətbəxim nə qədər batıq olsa da, çirkli olsa da, dağınıq olsa da, mən onu təmizləyib və təmizləyəndən sonra o təmizliyi ki, görürsən o səliqəni, şıllığı gördükcə insan o yorğunluğu da çıxır yaddan, o əvvəlki dağınıqlıq da, sərgəsizlik də çıxır yaddan. Hər biri. Belə bir şey deyim. Mən nə qədər fiziki məhdudiyyətli insan olsam da, mən nə qədər müxtəlif xəstəliklərim də olsa, təmizliyimə və səliqəmə diqqət edən insanam. İstər evimin, istər də özümün. Mətbəxə girəndə düzdür, şübhə ilə yanaşdım. Biraz tərəddüd elədim, Allahım. Bunu necə başa çatdıracam, amma 4 uşağa baxmağım, onlara hər gün yeməyi, biş, düş, yığış etməyim artıq mən alışdırdı. Evdə nə qədər iş varsa, hamısı mənim üstümdədir, təbii ki. Baxmayaraq ki, mənim böyük qızım da var. Bilənlər bilir ki, o xəstədir və işləyir. Hamısı mənim üstümdədir. Bu da mənim gördüyüm işlər. Düzdür, bu videonu yayda çəkmişəm. Yay vlogudur. İndi YouTube kanalıma yavaş-yavaş yerləşdirirəm. YouTube kanalım təzədir deyə yerləşdirirəm. Amma bundan sonra görəcəyim işləri də inşallah yavaş-yavaş belə çəkib sizlər üçün YouTube kanalımda paylaşacağam. Ən çox da bilirsinizmi niyə edirəm bu şeyləri? Burada görün mətbəxi bu arada, mətbəx masasını necə parıldatdım. Bizim fiziki məhdudiyyətli xanımlarımız var, hansı gözlərinə qapanırlar, neyniyəcəm, necə edəcəm deyirlər. Baxın, qadının qadınlığına, analığına heç bir şey mane ola bilməz, xanımlığına. Görün necə ağappaq, bəh, işıl. Bu masa bir gündə idi, mən onu necə təmizlədim.